Ki dünyada optimal olaraq 100 milyon insan olmağı daha yaxşıdır. Siz niyə görə fikirləşirsiniz ki, bu milyardlar olmalıdır? Problem orasındadır ki, azala-azala gedir. Yəni ki, ya da hansı bir dərman icad edəcəklər, yenə də elita qalacaqdır. Yəni 100 milyon dollara birdən nəsə salıb, sən də 500 il yaşayacaqsan. Mən siz təbəyyülə qarşısınız da. Əgər insan əgər onun həyata belə deyək, rəqabət aparma gücü zəifləyirsə, bəlkə də o doğrudan da həyatda qalmalıdır. Mən optimist deyiləm. Mən optimist deyiləm. Mən inanıram ki, kasıblar hamısı ölməlidir, qırılmalıdır. Yox, əslində iki dənə təbəqə bu dəqiqə uşaq doğuşu ilə daha çox məşğuldur. Kasıblar, çünki həyatda qalma mexanizmidir və çox varlı insanlar. Yox, sadəcə düşünürəm kontrasepsiyanı tanımırlar. Yox, kontrasepsiyanı tanıyırlar, bu dəqiqə accessible-dır. Sadəcə olaraq kasıblarda həyata qarşı o qədər seçim imkanı yoxdur ki, uşaq olmağı onlara bir ümiddir. Yəni bu da həqiqətən də strateji baxımından yaxşı bir mexanizmdir. Çünki sən həyatın onsuz da məhv olub. Yaxşı olmaz ki, yaxşı deyəndə ki, yəni onların uzaq düşüncə, orta təbəqəli insanlar çox uzaq fikirləşdiyi üçün deyir ki, ay demək uzağı görə bilmirəm, plan qura bilmirəm ki, mən bu uşağa istədiyim təhsili, istədiyim həyatı verə biləcəm. Uncertainty-dirlər də, yəni qeyri... Ruslarda var qoriatuma, həddən artıq ağıllı olduğuna görə bədbəxtdirlər də. Amma biz həmçinin görürük ki, çox imkanlı insanlar, həm də çox imkanlı olma, çox yüksək intellekt olan insanlar çoxlu uşaq dünyaya gətirməyə başlayırlar. Çünki bu statusa dönüb artıq. Bu bir statusdur ki, əgər bir kişi olaraq sənin çoxlu uşağın varsa, deməli sən onları həqiqətən də yaxşı həyat verə bilirsən.